Ve son olarak bugün aramızda bizim yolumuza ışık salan, onun yolunla adımladığınız, həmçinin həm təhsil həyatına uğurlarla davam etdirən, eyni zamanda akademik fəaliyyətə başlayan, 3 ildə başlayan bu şəxslər aramızda onu fəal üzv deyil, Azərbaycan-Türkiyə Tələbə Birliyinin fəxri üzvü olaraq səhnəyə dəvət edirəm. Qoşqar Bəylərov. Öncə bir böyüyümüz olaraq Qoşqar Bəyin təbriklərini eşitməliyim. Axşamınız xeyir. Mən də hər gün bayram münasibətilə təbrik edirəm. Nə yaxşı ki, bu da var və belə bir məclis oldu, biz də burada iştirak edirik. Mənim çox xoşdur burada iştirak etmək və belə bir ailə ortamında bulunmaq. Hər birini təbrik edirəm. Çox sağ olun.